Salam değerli izleyiciler, Azərbaycanda tanınmış teatr rejissorunu yaşadığı evdən çıxarıblar. Dillər Universitetinin yataqxanasında yaşayan Cəbrayıl rayonundan məcburi köçkün gənc tamaşaçılar teatrının rejissoru Gülnar Hacıyevanın mənzilinə plomb vurulub və bildirilir ki, Gülnar Hacıyeva artıq bir aydır başqa şəxslərin evində qalır. Məsələnin Təhsil Nazirliyi ilə bağlı olduğunu bildiriblər. Nazirlik isə bu barədə sorğuya cavab verməyib. Uzun illər teatrda müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə rejissor kimi fəaliyyət göstərmiş, həyatını işinə həsr etmiş, aldığı əmək haqqı ilə gündəlik qayğılarını güclə ödəyən xanım çətin vəziyyətdə qalıb paylaşılan məlumatda qeyd olunur. Məsələ ilə bağlı Dillər Universitetinin mətbuat xidmətindən oxaza bildirilib ki, universitetin yataqxanasında 200-ə yaxın məcburi köçkün ailəsi yaşayır və onların qeydiyyatı tamamdır. Buna görə də hər hansı narahatlıq yoxdur. Gülnar Hacıyeva isə 17 ilə yaxındır həmin yataqxanada yaşasa da məcburi köçkün kimi universitetin yataqxanasına qeydiyyatda deyil. Hazırda yataqxanalarla bağlı tələbə əsasən rəsmi şəkildə qeydiyyatı olmayan, yəni Qaçqın.com-un müvafiq ünvanı üzrə qeydiyyatı olmayan şəxslərə həmin ünvanı tərk etməklə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq vətəndaş tələbələrə məxsus yataqxananı tərk eləmək istəmir. Xahiş edirik ki, vətəndaş xəbərdarlığı nəzərə alsın. Amma Gülnar Hacıyeva isə sosial şəbəkədə yenidən paylaşım eləyib və qeyd eləyir ki, yataqxanada məndən başqa mənimlə eyni statusda insan yaşayır. Tam məsuliyyətlə bildirirəm ki, yataqxanada şirkətlərdə, orada-burada işləyən adamlar yaşayır. Nədənsə bu qanun tək mənə aid edilib.